Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq məhkəmə prosesində zərər çəkmişlər ifadə verməyə başlayıb. İlk olaraq Ermənistanın Xankəndini işğal etməsi nəticəsində ev eşiyindən didərgin salınanlar, yaralananlar ifadə veriblər. Bildirilib ki, 1988-ci ilin fevralından başlayaraq ermənilər Azərbaycanlılara qarşı təzyiq və təhqirləri artırıblar. Azərbaycanlılara daha çox zərər verənlər arasında həmin vaxt Xankəndidə yerləşən İpək kombinatında dəzgahların yağlanması işinə baxan, sonradan komsomol katibi olan Azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri, sonraları Ermənistan prezidenti olmuş Robert Köçəryan da olub. Məatsum ideyası ortaya atılandan sonra Azərbaycanlıların fəlakəti başlayıb. Azərbaycanlılara küçə və meydanlarda hücumlar təşkil edilib, evləri yandırılıb, onlara çörək satılmayıb, tibbi xidmət göstərilməyib, iş yerlərindən uzaqlaşdırılıblar. 1988-ci il fevralın 21-də Azərbaycanlılara atəş açmağa başlayıblar. Əli silahlılar Azərbaycanlıları kütləvi şəkildə avtobuslara mindirərək şəhərdən çıxarıblar. Onları şəhəri tərk etməyəcəkləri təqdirdə ölüm itimin çox olacağı ilə hədələyiblər.